Müstəqil Həmkarlar Birliyi və Ölkə qəzeti ömrünün 45 ilini Azərbaycan mətbuatının inkişafına həsr etmiş tanınmış jurnalist, peşəkar qələm ustası, ana dilimizdə yazıb yaratmış, dilimizin qorunmasında böyük xidmətləri olan, bir çox məşhur imzaların müəllifi olmuş mərhum Qardaşəli Teyyubov adına media diplomu təsis edib. Bu barədə Səs qəzetinin redaksiyasında keçirilən mətbuat konfransında Müstəqil Həmkarlar Birliyinin sədri Fuad Əliyev məlumat verib. Diplom Azərbaycan milli mətbuatının 150 illik ərəfəsində media sahəsinin inkişafında xüsusi xidmətləri olan, bu sahədə səmərəli fəaliyyət göstərən jurnalistlərə təqdim olunacaq. Qeyd olunub ki, Münsiflər Heyəti tərəfindən Azərbaycan mətbuatında çalışan media mənsublarının son bir illik fəaliyyəti monitorinq ediləcək və işinə peşəkarlıqla, məsuliyyətlə və vicdanla yanaşan məqalə və araşdırma yazılarında vətəndaş mövqeyindən çıxış edən Azərbaycançılığı, hərbi vətənpərvərliyi, ölkəmizin tarixi torpaqlar çərçivəsində bütövləşməsini, diaspor təşkilatlarının və fəallarının fəaliyyətini diqqətdə saxlayan, Azərbaycan xalqının milli mənəvi dəyərlərini təbliğ edən jurnalistlər arasından qaliblər seçiləcək. Qardaşəli Teyyubov media diplomuna layiq görülən qələm sahiblərinə xatirə hədiyyələri də təqdim olunacaq. Tədbir iştirakçıları Qardaşəli Teyyubovla bağlı öz xatirələrini bölüşüblər. Onun adına mükafat təsis olunmasını alqışladıqlarını ifadə ediblər. Tədbirdə iştirak edən mərhum jurnalistin oğlu, tanınmış ictimai fəal, hüquq müdafiəçisi, Ölkə qəzeti az saytının rəhbəri Xəzər Teyyublu iştirakçılara və tədbirin keçirilməsinə şərait yaradan Səs qəzetinin rəhbərliyinə və redaksiya heyətinə təşəkkürünü bildirib. Zərintac Mayıs qızı, Təbriz Quliyev, Heydər Həsənli, Misya TV.